Hər vaxtınız xeyir olsun Nuraynə. Bəli, son günlərdə də sosial şəbəkələrdə də eyni zamanda mediada da bununla bağlı informasiyalar paylaşılır ki, qəbul imtahanının eyni zamanda magistr imtahanının vaxtı dəyişdirilib və 16 fevral tarixdə təyin edilib. Və təbii ki, Dövlət İmtahan Mərkəzindən bununla bağlı informasiyalar təqdim olundu ki, yayılan məlumatlar əsassızdır. Təbii ki, hazırlaşan şəxslər üçün bu sadalınan informasiya bir qədər narahatlıq doğururdu. Həm bu barədə informasiya, eyni zamanda bir məqamda xüsusilə vurğulamalıyam ki, elə magistr imtahanına hazırlaşanlar üçün magistr buraxılışının, imtahan vərəqəsinin birinci nömrəsi artıq yayılıb və bununla bağlı informasiyanda elə hazırda qonağım Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlarzadədən əldə edəcək informasiyalara. Xoş gördük. Buyurun, təfərrüatlı informasiyaları sizdən eşidək. Təşəkkür edirəm. Dövlət İmtahan Mərkəzi tərəfindən bilirsiniz ki, imtahan iştirakçılarının rahatlığını təmin eləmək üçün adətən hər il ilin əvvəllərində bütün imtahanların, keçiriləcək imtahanların qrafiki elan olunur. Bu sadə bir proses deyil. Kütləvi imtahanlar olduğuna görə tək burada Dövlət İmtahan Mərkəzinin razılığı və yaxud iş qrafiki deyil, digər əlaqədar qurumlarla da bu razılaşdırılmalıdır. Çünki burada 10 minlərlə, 20 min, 30 min elə imtahanlar var ki, 50 min insan iştirak edir. Ona görə də baxmaq lazımdır həmin dövrdə hansısa bir tədbir varmı, kütləvi tədbir varmı və yaxud da ki, digər orqanların həmin o imtahanlara hazırlığı məsələsi var. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bilirsiniz ki, cəlb olunur. Eyni zamanda Səhiyyə Nazirliyinin əməkdaşları, hüquq mühafizə orqanlarının əməkdaşları. Bax, bunlar kütləvi proses olduğu üçün bütün qurumlarla razılaşdırılır. Ondan sonra biz bu qrafiki elan edirik. Dediyim kimi, hal-hazırda qrafik üzərində iş gedir və onun elan olunması 2026-cı ilin əvvəllərində nəzərdə tutulur. Yalnız bundan sonra artıq abituriyentlər və yaxud da ki, indi bakalavrlar, onlar biləcəklər ki, hansı imtahanları, hansı tarixlərdə verəcəklər. Ancaq təəssüf ki, sosial şəbəkələrdə bir qədər imtahan iştirakçıları səbirsiz davranırlar və yaxud da ki, ötən ilki qrafikə baxaraq hansısa bir məlumatı, qeyri-rəsmi məlumatı paylaşırlar. Ona görə də mən üzümü tuturam imtahan iştirakçılarına ki, onlar bir qədər səbirli olsunlar, gözləsinlər və yalnız rəsmi məlumatlara onlar diqqət yetirsinlər. Dövlət İmtahan Mərkəzinin saytı və sosial şəbəkə kanalları vasitəsilə biz bu məlumatları təqdim eləyəcəyik. Eyni zamanda siz vurğuladınız, magistr jurnalının birinci nömrəsi nəşr olunubdur. Burada qəbul qaydaları bir daha təqdim olunubdur. Eyni zamanda test imtahanı proqramları, həmçinin test tapşırığı nümunələri bakalavrlar üçün təqdim olunubdur. Burada mən bir məsələni nəzərinizə çatdırmaq istəyirəm ki, yeganə dəyişikliyi ondan ibarətdir ki, xarici dil fənni üzrə artıq bir neçə ildir ki, esse yazırdılar imtahan iştirakçıları və bu essenin yazılması üçün hansısa bir məhdudiyyət yox idi. Yəni, kimsə yaza bilərdi və yaxud da ki, hansısa yazıb, hansısa bir bal toplayır. Bununla bağlı bir məhdudiyyət yox idi. Amma bu ildən etibarən yalnız tədrisi ingilis dilində olan ixtisaslara qəbul olmaq istəyənlər üçün orada minimal 2 bal məhdudiyyəti qoyulubdur. Yəni, 5 baldan ən azı 2 bal toplamalıdır ki, bir daha mən vurğulayıram, tədrisi ingilis dilində olan ixtisasları öz ərizəsində yazsın. Amma digər ixtisaslarla bağlı hansısa bir essedən tələb yoxdur. Bunu da nəzərə alsınlar. Təşəkkür edirəm informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Elə bir daha xatırladım ki, həm Dövlət İmtahan Mərkəzinin rəsmi nümayəndəsindən əldə etdik ki, informasiyaları, imtahan müddəti yalnız, yəni imtahanın keçirilmə vaxtı, qrafiki yalnız Dövlət İmtahan Mərkəzinin rəsmi saytında yerləşdiriləcək və bununla bağlı məqam da, xəbər də elə vaxtı çatdığında imtahana müəyyən bir müddət qalmış insanlara çatdırılacaq. Eyni zamanda elə magistr jurnalının birinci nömrəsi də çap olunub ki, orada da qayda dəyişikliyi var idi. Həmin qayda dəyişikliyi ilə bağlı informasiyaları da əldə etmiş olduq. Çatdıra biləcəklərimiz bu qədərdir. Söz yenidən sizə ötürürəm. Təşəkkürlər Rəqsən.